Salam uşaqlar. Bugün sizinlə ikinci hissə test toplusundan, funksiyalar başlığından, mürəkkəb funksiyalar, tərs funksiya yarım başlığına baxarıq. Vaxt itirmədən keçək suallarımıza. Birinci sual, funksiyanın qrafikinə əsasən təyin oblastını deyir tapın. Uşaqlar, biz bilməliyik ki, təyin oblast x-in aldığı qiymətlər çoxluğudur. X-in aldığı qiymətlərdir. Və biz burada ədəd oxununda sadəcə x-in aldığı qiymətlərə baxmalıyıq. X-in aldığı qiymətlər isə diqqətlə baxsaq görərsiniz ki, -2-də başlayır və 3-dən bitir. Deməli, -2-dən 3-ə qədərdir və hər ikisində dolu dairə olduğuna görə hər ikisini alır. Cavab olur A bəndi. İkinci sualda isə bizdən qiymətlər çoxluğunu soruşur. Qiymətlər çoxluğu dedikdə biz y oxuna baxırıq. Y oxunda aşağı hissə -1-də başlayır şəkildə və yuxarı hissə -2-də bitir. Deməli, -1, -2 şəklində olmalıdır. Hər ikisində də dolu dairədir. Hər ikisini alır B bəndi. Keçid alaq digər suallarımıza. Deməli, üçüncü sual. Hansı funksiyanın təyin oblastı 3-dən başqa bütün ədədlər çoxluğudur? Uşaqlar, əgər bizə kəsr şəklində ifadə verilib və bizdən təyin oblast soruşursa, biz məxrəcə baxmalıyıq. Məxrəcdəki ifadə, deməli, baxaq görək hansını da 3-dən başqa bütün ədədləri ödəyir. Deməli, A bəndində x kvadrat çıxaq 9 yazılıb. Biz bunu fərqlidir 0 götürsək, x kvadrat fərqlidir 9-dan, x fərqlidir müsbət -3-dən alarıq. Düzdürmü? Burada sadəcə 3 deyil, -3-dən də fərqliləri ödəyir deyə bizim şərtimizə uyğun gəlmir. B bəndinə baxaq. 2x çıxıq 6 fərqlidir 0-dan, 2x fərqlidir 6-dan, x isə fərqlidir 3-dən. Elə bizim cavabımız budur. 3-dən başqa bütün ədədləri ödəyir. Deməli, cavab olur 3-cü sualda B bəndi. Keçid alaq. 4-cü sualda bunun eynisidir. 5-ə baxaq. 5-də nə deyir bizə? Funksiyasının qrafiki verilmişdir və bizə deyir ki, A nöqtəsinin koordinatlarını tapın. Uşaqlar, ilk öncə şəklə diqqət yetirsəniz, A nöqtəsinin x oxunun üzərində yerləşdiyini görərsiniz, düzdürmü? A nöqtəsi x oxun üzərində yerləşib və müsbət istiqamətdə yerləşibdir. Bu bizə nə deyir? A nöqtəsi x-i hər hansı bir koordinatdır, y-i isə 0-a bərabərdir. Çünki onun x oxunun üzərində yerləşməsindən y-inin 0 olduğunu artıq alırıq. Bəs x-i neçədir? Onu necə tapacağıq uşaqlar? Deməli, y-i 0-dırsa, ifadəni x kvadrat çıxaq 4, x kvadrat plus 2 bərabərdir 0 yazırıq. Aydındır ki, məxrəc həmişə müsbət bir ifadədir. Çünki x kvadratının yerinə nə yazsaq, onsuz da müsbət verər. Sürəti 0-a bərabər edirik. Ümumiyyətlə, ifadənin qiymətinin 0 olması üçün sürət 0 olmalıdır. Buradan isə x-i plus minus 2 tapırıq. Bəs sizcə biz hansını götürməliyik? Müsbət 2-ni yoxsa mənfi 2-ni? Uşaqlar, qrafikə baxsanız görərsiniz ki, A nöqtəsi x oxunun müsbət istiqamətində yerləşir. Deməli, biz müsbət qiyməti götürməliyik. Müsbət 2-ni götürürük, y-in isə 0 olduğunu onsuz da demişdik. Bu isə A bəndindədir. 5-ci sualda cavab olur A bəndi. Deməli, keçid alaq 6-cı suala. Funksiyasının təyin oblastını soruşur. Uşaqlar, təyin oblast dedikdə bizdən x-in aldığı qiymətləri soruşur, düzdürmü? X-in aldığı qiymətlər də kökaltı ifadədə mütləq 0-dan böyük bərabər qiymətlər almalıdır. Yəni, kökaltı ifadə mənfi qiymətlər ala bilməz. Gəlin, baxaq. Deməli, mən kökaltı ifadəni 4 çıx x, sürətdə 5 plus x və x kvadrat plus 7. Bu ifadəni 0-dan böyük bərabər yazıram. Bu zaman mən baxıram ki, x kvadrat plus 7 həmişə müsbət ifadədir. Biz həmişə müsbət ifadəni atırıq gedir və digər ifadələrə baxırıq. Hər birini ayrı-ayrılıqda 0-a bərabər eləyək. Deməli, 4 çıxaq x 0-a bərabər ola bilməz, çünki o məxrəcdədir. Yəni, x-imiz 4-dən fərqlidir. 5 plus x-i də 0-a bərabər götürsək, x-imizi -5 tapmış olarıq. Deməli, artıq keçək variantlarımızı seçək. Deməli, -5-dən böyüklər olmalıdır və 4-ü də ala bilmir. Cavab olur -5, 4 aralığı 4-ü almır. -5 sürətdə olduğuna görə -5-i ala bilər. Deməli, 6-da cavab C bəndi. 7-yə baxaq. 7-də də yenə təyin oblast soruşur. Təyin oblast dedikdə biz burada deməli məxrəcimizi 0-dan fərqli götürüb yazmalıyıq 7-ci sualda. Yəni, x kvadrat çıxaq 4x üstə gəl 18. Bu ifadə 0-dan fərqli olmalıdır. Baxaq görək, bu ifadənin diskriminantı bizə nə verir uşaqlar? Diskriminant b kvadrat çıxaq 4ac-dir, düzdürmü? 16 çıxılsın 72 verir. Yəni, bizim diskriminantımız 0-dan kiçikdir. Diskriminant 0-dan kiçikdir.
X kvadratının qarşısı biz bilirik ki, A-nı göstərir. A-mız isə 0-dan böyükdür, düzdürmü? Müsbət 1-dir. Əgər diskriminant 0-dan kiçik, A isə 0-dan böyükdürsə, onda bu ifadə, yəni x kvadrat çıxaq 4x plus 18 ifadəsi həmişə müsbət qiymətlər alan bir ifadədir. Onda biz sadəcə sürətə baxmalıyıq. Yəni məxrəcin, uşaqlar, hal-hazırda heç bir kökü yoxdur. Sürətdəki ifadədə isə siz diqqətlə baxsanız, görərsiniz ki, kökaltı ifadədir. Kökaltı ifadə mənfi qiymətlər almır. X kvadratında da deməli, x-ə istəyirsiniz mənfi verin, istəyirsiniz müsbət verin, kvadratı onsuz da müsbət eləyəcək. Yəni, burada x-ə heç bir məhdudiyyət qoya bilmirik. Hər halda istənilən qiyməti yaza bilirik. Onda cavab aydındır ki, mənfi sonsuzluq, müsbət sonsuzluq olacaq. Deməli, A bəndi. Çünki məxrəcdə heç bir kökümüz yoxdur. İfadə onsuz da müsbət ifadədir. X-in yerinə istədiyiniz qiyməti yazın, müsbət olduğunu görəcəksiniz. Eyni şəkildə sürətdə kvadrat var, kök var. Mən X-in yerinə onsuz da mənfi yazsam da kvadrat onu çevirib müsbət eləyəcək və orada heç bir məhdudiyyət alınmır. Deməli, bütün qiymətlər ödəyir. Keçirik digər səhifəyə. Baxırıq 8-ci sualımıza. Görək 8-də nə deyir? 8-də bizə müəyyən bir funksiya veribdir uşaqlar. Kökün altındadır həmin funksiyamızda və onun bizdən qrafikini soruşur. Gəlin baxaq. Uşaqlar, siz bilməlisiniz ki, ilk növbədə kök altda modul x çıx 4 mötərizə kvadratı verilibdirsə, kvadrat və kök bir-birini ixtisar aparır və bu ifadə modulda çıxır. Deməli, bizdə artıq 2 dənə modul yarandı. Uşaqlar, normalda modul x çıxaq 4 funksiyasının qrafiki dedikdə, əslində biz belə bir ifadə çəkməliyik. Belə bir qrafik çəkməliyik. Modul x-i biz bilirik ki, V şəklində olmalıdır. Mənfi 4 isə y oxunda mənfi 4 nöqtəsindən, baxın, bu şəkildə belə bir qrafik olmalıdır. Ancaq çöldəki bu kənardakı modula görə də bu ifadə, bu funksiya simmetrik şəkildə qatlanacaqdır üzü aşağıya doğru. Deməli, daha doğrusu aşağıdakı hissəsi simmetrik şəkildə yuxarı qatlanacaq. Çünki bu modulda mənfi qiymətlər almayacaqdır da, müsbət qiymətlər alacaq. Baxın, aşağıdakı bu şəkil bu şəkildə yuxarıya doğru qalxır. Baxın, bu hissədən danışıram. Bu hissə simmetrik yuxarıya doğru qalxacaqdır. Bəs bu hansı variantdadır? D variantındadır. 8-də cavab olur D bəndi. Eyni şəkildə 9-cu sualda da bu şəkildədir. Sadəcə orada 9-a da baxaq gəlin uşaqlar. 9-da isə köklü altı ifadənin qarşısında mənfi var və bu mənfidə modulun qollarının üzü aşağıya doğru olduğunu göstərir, düzdürmü? Gəlin birinci çəkək. Bu şəkildə. Deməli, mənfi 1 nöqtəsindən, mənfi 1 nöqtəsi buradadır. Mənfi 1 nöqtəsindən keçən bir modul funksiya olmalıdır. Qarşıda mənfi olduğuna görə qollar deməli üzü aşağıya doğru, düzdürmü? Burada da biraz yaxınlaşdırım. Əslində modulu bu şəkildə çəkməliyəm. Daha sonra bu ifadə özü modulda olduğundan və qarşıda da mənfi olduğundan bu yuxarıdakı qollar üzü aşağıya doğru enəcəkdir. Baxın, bu hissə, uşaqlar, simmetrik enir aşağıya doğru və eyni şəkildə bu hissə simmetrik enir aşağıya doğru. Çünki ümumi kökaltı ifadənin qarşısında mənfi var. Bəs bu hansı bəndədir? Bu da D bəndindədir. Deməli, 9-cu sualda da cavab olur D bəndi. Keçid alırıq 10-a. 10-cu sualda nə deyir? Funksiyasının təyin oblastını deyir. Biz bilirik ki, kökaltı ifadə götürdükdə həmin kökaltı ifadənin təyin oblastını tapmaq üçün sıfırdan böyük bərabər yazıb həll etmək lazımdır. Deməli, mənfi x kvadrat üstəgəl 4x üstəgəl 12 ifadəsi sıfırdan böyük bərabər olmalıdır. Hər tərəfi mənfiyə vursaq, x kvadrat çıxaq 4x çıxaq 12 kiçik bərabər sıfırdır. Gəlin kökləri tapaq. Köklər 6 və mənfi 2 olmalıdır. Vuranda mənfi 12 edir. Toplayanda 4, əksinə mənfi 4 yazılır. Və həmin bu aralıqda mənfi 2, 6 aralığında, baxaq görək hansı variantdadır. Mənfi 2, 6 A bəndindədir. Eyni qaydada 11-ci sual bundan eyni qaydada gedir. Gəlin 12-yə baxaq. Görək 12-də nə deyir uşaqlar? 12-də isə yenə də funksiyanın təyin oblastını soruşur. Uşaqlar, biz kökaltı ifadəni əslində sıfırdan böyük bərabər götürməliyik. Ancaq ifadə məxrəcdə olduğuna görə bərabər xəttini qoya bilmirik. Sadəcə böyük götürürük. X bərabərdir plus minus 4-ə. Ədəd oxunda mənfi 4 və müsbət 4
nöqtələrini qeyd etsək, sıfırdan böyük olan hissələr mənfi sonsuzluqdan mənfi 4-ə və 4-dən müsbət sonsuzluğadır. Heç birini də almır. Cavab olur 12-ci sualda D bəndi. Keçid alaq. Digər hissiyə. 13-cü sual. 13-cü sualda da yenə də təyin oblast soruşur bizdən. Sıfırdan böyük bərabər götürüb həll etmək lazımdır. 4 çıxaq x kvadratını sıfırdan böyük bərabər götürürsünüz. Sadəcə orada x kvadratının qarşısında mənfi olduğuna görə işarə dəyişir. Deməli, belə bir fayda olur. X kvadrat, bir saniyə, 4 çıx x kvadrat böyük bərabər sıfırdan, x kvadrat kiçik bərabər 4-dən. Yəni, hansı ədədin kvadratı 4-dür, təbii ki, plus minus 2-nin kiçik aralığı olanda uşaqlar mənfi 2 və müsbət 2 aralığını götürəcəksiniz. Əgər böyük işarəsi olarsa, kənarları mənfi sonsuzluqdan mənfi 2-yə, 2-də müsbət sonsuzluğa götürərsiniz. Bizdə işarə kiçik olduğuna görə mənfi 2 aralığını götürürsünüz. Cavab olur A bəndi. 14-cü sualda bayaq dediyimiz kimidir. Yenə də böyük bərabər olmalıydı. Sadəcə məxrəcdə olduğuna görə böyükdür 0 götürüb həll edirsiniz. 11-ci ya 12-ci sualda dediyimiz kimi, bəli, 12-ci sualda kimi. 15-ci sualda 13-cü sualla tərsdir. Eyni suallardılar. Gəlin 16-cı suala baxaq. Oxşar suallardılar. Bunların hər biri böyük bərabər 0 götürürsünüz. Sadəcə məxrəcdə olanda böyük götürürsünüz. 16-ya baxaq. Fx bərabər 3x çıxaq 1 funksiyasının tərs funksiyası deyir hansıdır? Uşaqlar, biz bilirik ki, fx, jx, hx hər biri funksiyanın işarələmələridir. Biz funksiyanı y ilə də işarə eləyə bilərik. Y bərabər 3x çıxaq 1. Deməli, tərs funksiyanı tapmaq üçün birinci addımda biz x-i təkləməliyik. Sonra isə x və y-in yerini dəyişməliyik. Bunların yerini dəyişməliyik bir-birləri ilə. Gəlin görək necə təkləyirik x-i. Deməli, öncə 3x-in yanındakı mənfi 1-i y-in yanına göndərirəm. Hər tərəfi 3-ə bölək ki, x-imiz tək qalsın. Yəni, y plus 1 bölək 3 bərabər 3x-i də 3-ə böləndə sadəcə qalır x. Və sonda x və y-in yerini dəyişirik. Yəni, x gördüyüm yerə y yazıram, y gördüyüm yerə x yazıram. Bu da olur bizim tərs funksiyamız. Olur, deməli, hansı bənd? A bəndi. 16-da cavab A. 17-ci sual, yenə də eyni qaydadadır. Gəlin bunu da yazaq. 17-ni də gəlin yazaq. Deməli, yenə də biz fx-in yerinə y yazmalıyıq uşaqlar. Y yazaq ki, bizim üçün daha rahat olsun. 17-ci sual. Yazıram, y bərabər 3x üstə gəl 1 bölək 5. İlk növbədə çarpaz vuraq. 5y bərabər 3x plus 1-ə. X-i təkləməyə görə x-in yanındakı müsbət 1-i göndərək. 5y çıxaq 1 bərabər 3x. Daha sonra uşaqlar hər birini ayrı-ayrılıqda 3-ə bölək. Deməli, 5y çıxaq 1-i faydasını da 3-ə bölürəm. 3x-i də 3-ə böldükdə ixtisar gedir, x qalır. Sonda isə x-in yerinə y, y-in yerinə isə x yazırıq. 5x çıxaq 1 bölək 3. 17-ci sual. Bəs baxaq görək hansındadır. Burada parçalayıbdılar. Gəlin biz də parçalayaq uşaqlar. Necə parçalayırıq onu da göstərək. 3-də 5x yazıram. Çıxaq 3-də 1 yazıram. 3-də 5 düzgün olmayan kəsr olduğuna görə düzgün kəsrə çevirək. 1 tam 3-də 2x çıxaq 3-də 1. Baxın, cavabımız bu şəkildə olmalıdır. 1 tam 3-də 2x çıxaq 3-də 1 olur B bəndi. Bu da bizim 17-ci sualımız idi. Eyni şəkildə 18 və 19 da eyni qayda ilə həll olunur. İlk öncə x-i deməli biz burada təkləyirik. Daha sonra isə x və y-in yerini dəyişirik. Özünüz yazmağa cəhd eləyin. Əminəm ki, yaza biləcəksiniz. Elə çox bir problemli suallar deyil bunlar. İstəyirsiniz, gəlin 19-a da baxaq. Çox buraxmayaq arada sualları. Fx-in yerinə y yazıram. 1 bölünsün x çıx 1, üstə gəl 1. İlk öncə bu müsbət 1-i göndərirəm uşaqlar. 1 bölək x çıxaq 1. Daha sonra x çıxaq 1 ilə y çıxaq 1-i çarpaz vururam bir-birinə. X çıx 1, y çıx 1 bərabərdir 1-ə. X çıxaq 1-i tək saxlamaq istəyirəm. Ona görə 1 bölək y çıxaq 1 yazıram. Vurmanın tərsi bölmədir. X-in yanındakı mənfi 1-i göndərirəm buradan. Çünki məqsədim onsuz da x-i tək saxlamaqdır. Mənfi 1 keçid müsbət 1 olur. Artıq x tək qaldığına görə x-in yerinə y, y-in yerinə isə x yazıram. Baxaq görək, variantlarda varmı? Variantlarda olmasa daha çox çevrilmələrə gedə bilərik. Deməli, biz baxdıq 19-a, düzdürmü? Məxrəc x çıxaq 1, sürət 1 və kənarda da bir dənə üstəgəl birimiz var. Belə bir fayda da yoxdur bizdə. Gəlin biraz daha sadələşdirək.
Buradan biraz yuxarıdan davam edirəm. Məxrəcimiz x çıxaq 1-dir. Sürət 1 üstə gəl x çıx 1 olur. Düzdürmü uşaqlar? X çıxaq 1-i 1-ə vurub yuxarı qaldırıram. Burada 1-lər islah getdiyinə görə sürətdəki bu 1-lər, baxın bu 1-lər islah gedir. Sürətdə qalır x, məxrəcdə qalır x çıx 1. Bu isə y bəndindədir. Sadələşdirib veriblər, bəli. Deməli, bu da oldu 19-cu sualımız. Keçid alaq 20-ci suala. 20 ilə davam edirik. Aha, maraqlı sualdır. Bunun bir bənzəri sualı biraz öncə işlədik. Sualda deyir ki, funksiyasının qrafikinə görə A nöqtəsinin koordinatlarını tapın. Biz bayaq işlədiyimiz sualda A nöqtəsi x oxunun üzərində idi. İndi isə y oxunun üzərindədir. Uşaqlar, bəs bu nə deməkdir? Əgər A nöqtəsi y oxunun üzərindədirsə, deməli onun hansısa bir y koordinatı var. X koordinatı isə yoxdur, 0 deməkdir. Deməli, bizim x koordinatımız yoxdur, 0-dır. Y koordinatımızı da tapaq. Deməli, y bərabər x gördüyüm yerə 0 yazıram. 0 çıx 4. Məxrəc isə 0 üstə gəl 2. Mənfi 4 bölünsün 2 olur mənfi 2. Y koordinatımızı da mənfi 2 tapdıq. Deməli, nöqtəmiz 0, mənfi 2 olmalıdır. Onsuz da A nöqtəsi y oxunda üzü aşağıda yerləşdiyinə görə biz onun koordinatının mənfi olduğunu bilməliydik. Cavab olur 20-də y bəndi. 21-də də yenə eyni qaydada y oxunun üzərində yerləşdiyinə görə x-dərin yerinə 0 yazırsınız. Deməli, gəlin onu da yazaq. X-in yerinə 0 yazırıq və funksiya 4 bölünsün 1 şəklinə düşür. 4-ü də 1-ə böldükdə 4 alınır. Cavab olur 0, 4, B bəndi. 21-də də olur B. Eyni qaydada 22-ni yazarsınız uşaqlar. Baxaq, 23-ə. 23-də uşaqlar bizdən təyin oblast soruşur. Təyin oblast dedikdə kökaltı ifadəni 0-dan böyük bərabər götürüb həll etmək lazımdır. Kökaltı ifadə gördünüz, təyin oblast gördünüz, 0-dan böyük bərabər yazırsınız, həll olunur. Biraz yaxınlaşdıraq. Görməkdə problem olmasın. Deməli, x kvadrat çıxaq 9-u böyük bərabər 0 yazırsınız. Aydındır ki, köklərimiz müsbət və mənfi 3-dür. Böyük bərabər olanda kənar aralıqları götürürsünüz. Yəni, mənfi sonsuzluqdan mənfi 3-ə alır. Birləşmə 3-dən müsbət sonsuzluğa. Hansı bənddədir? D bəndindədir. Bu da 24-də baxaq. 24-də uşaqlar bir fərqlilik var. Burada 5-ci dərəcədən yazılıbdır. 5-ci dərəcə biz bilirik ki, tək dərəcədir, düzdürmü? Kökün dərəcəsi təkdirsə, mən o kökün altında ürəyim istəsə mənfi ədəd yazaram, ürəyim istəsə müsbət ədəd yazaram. Hər birinin mənası var. Bu o deməkdir ki, x-in yerinə istədiyimiz qiyməti yaza bilərik, çünki onun dərəcəsi tək dərəcədir. Yəni, cavab olur mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Bu dediyim sadəcə tək dərəcəyə aiddir uşaqlar. Bunu da unutmayın. 24-də cavab olur y bəndi. 25-də də tək dərəcə olduğuna görə yenə də y bəndi mənfi sonsuzluq, müsbət sonsuzluq olmalıdır. Cavab 25-də də y-dir. Elə 26-da bunun oxşarıdır. 27 yenə eyni qaydada oxşardır. Hər biri tək dərəcələr olduğuna görə cavabları mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Deməli, keçid aldıq. 28-ci sualla davam edirik. Deməli, 28-də funksiyanın yenə də təyin oblastını soruşur bizdən uşaqlar və sürətdə 1 çıxaq x yazılıb. Məxrəcdə isə kökaltılı bir ifadə verilibdir bizə. Biz bilirik ki, əgər bizim məxrəcimizdə kökaltı ifadə varsa, biz onu 0-dan əslində böyük bərabər götürməliyik. Sadəcə məxrəcdə olduğuna görə böyük 0 götürüb həll etmək lazımdır. Gəlin 28-ə baxaq. Deməli, sualın şərtində məxrəcdəki ifadəmizi 5 çıx modul x-i böyükdür 0 yazıram. Modul x kiçikdir 5-dən. Bu isə mənfi 5, müsbət 5 aralığında x-in olduğunu göstərir. Bəs gəlin görək bu hansı aralıqdır? Mənfi 5, müsbət 5 aralığı C bəndindədir. 28-də cavab olur C bəndi. Sonra keçid alaq 29 eyni oxşarıdır. Gəlin 30-cu suala baxaq. 30-da funksiyasının təyin oblastını soruşur. Burada uşaqlar məxrəcdə x çıxaq 1 yazılıbdır, düzdürmü? Bizim məxrəcdəki ifadəmiz mütləq 0-dan fərqli olmalıdır. 0 ola bilməz. Yəni, x-imiz 1-dən fərqlidir. 1-i almır. Sürətdəki ifadə isə kökaltılı olduğuna görə sürətdə yazılmış ifadəmiz 0-dan böyük bərabər olmalıdır. Yəni, x böyük bərabərdir mənfi 1-dən. Deməli, mənfi 1-dən böyükdür, ancaq 1-i almır. Mənfi 1-dən 1-ə qədər 1-i almır. Daha sonra birləşmə 1-dən müsbət sonsuzluğa.
Bəs bu hansı bənddədir? 30 olur C bəndi. Keçid alaq. 31 eynisidir. 32-ci suala. 32-də bizə fx və gx funksiyaları verir uşaqlar və bizdən f(g)x-i soruşur. Bizdən mürəkkəb funksiyasını soruşur. Bu funksiyaların, gəlin mürəkkəb funksiyalarını yazaq. Deməli, fx funksiyası 32-də x kubuna bərabərdir. Gx funksiyası isə 2x kvadratına bərabərdir uşaqlar. 2x kvadratı. Bircə dəqiqə burada yaza bilmədik. Bunu silim. Aşağıdan davam edək. Bir daha. Deməli, gx funksiyası nəyə bərabərdir? 2x kvadratına. Aha. Bizdən soruşur. F, G, x. Bu nə deməkdir uşaqlar? Biz çöldəki funksiyaya baxırıq, yəni f-ə. F funksiyasında x-in yerinə J funksiyasını yazmalıyıq. Yəni, f funksiyası x kubudur, düzdürmü? Orada bir kubumuz dayanır. X-in yerinə biz, uşaqlar, x-in yerinə Jx funksiyasını yazmalıyıq. Yəni, 2x kvadratını yazmalıyıq. X-in yerinə Jx funksiyasını yazdıq. 2x kvadratının kubu isə bizə verir 8, x üstü 6. Deməli, o da olur Y bəndi. Məsələn, 33-cü suala baxaq. Görək 33-də nə deyir? 33-də deyir ki, fx 3x kvadratına bərabərdir. Gx funksiyası isə x üstü 4-ə bərabərdir. Bizdən Jfx-i soruşur. Gəlin baxaq. Deməli, biz J funksiyasına gedirik, yəni x üstü 4 olan funksiyaya. Orada x-in yerinə 3x kvadrat yazırıq. F funksiyasının qiymətini yazırıq. 3-ün 4-cü dərəcəsi 81, x üstü 8 verir bizə. Bu isə Y bəndindədir. Sonra keçid alaq 34-ə. Bizdən funksiyanın təyin oblastını soruşur. Lövhəmizi təmizləyək. 34. Deməli, kökaltı ifadəmiz, uşaqlar, 0-dan böyük bərabər olmalıdır, düzdürmü? X çıxaq 2, 0-dan böyük bərabər olmalıdır. Onu da, gəlin yazaq. 34. Kökaltı ifadə, yəni x çıxaq 2 ifadəsi 0-dan böyük bərabər olmalıdır. X böyük bərabərdir, müsbət 2-dən. Yəni 2 müsbət sonsuzluq, cavabımız olur B bəndi. 34-də cavab B, 35 eyni qaydadadır. Gəlin 36-ya baxaq. Görək 36-da nə deyir? 36-da iki fərqli kökümüz var. Uşaqlar, hər birini ayrı-ayrılıqda 0-dan böyük bərabər götürməliyik. Mənfi x plus 6-nı böyük bərabər 0 götürürük. Mənfi x böyük bərabər mənfi 6-dan. Hər tərəfdən mənfilər atsaq, işarə əksinə dəyişər. X kiçik bərabərdir 6-dan. Digər kökümüzü də əslində biz 0-dan böyük bərabər götürməliydik. Sadəcə o məxrəsdə olduğuna görə böyükdür 0 götürürük. X də böyük olur mənfi 2-dən. Deməli, mənfi 2-dən böyüklər ədəd oxunda 6-dan isə kiçiklər və 6-nı uşaqlar burada alır. Bizdən soruşur, funksiyasının təyin oblastına daxil olan tam ədədlərin cəmi. Mənfi 2 daxil deyil. Daxil olanlar mənfi 1, 0, 1, 2, 3, 4, 5 və 6-nın özüdür. Burada uşaqlar mənfi 1, müsbət 1 olan hissə bir-birini islah aparır. Digər hissələri toplayaq. 5, 10, 10, 20 edir. Deməli, cavab olur 36-da C bəndi. Keçid alaq digər səhifədəki suallarımıza. Aha, 37-yə baxaq. Yenə də mürəkkəb funksiyadır və kosinusla verilibdir. Mən istəyirəm ki, bu funksiyanı da yazaq. Deməli, bizə fx funksiyasını x kosinus x kubu veribdir uşaqlar. Gx funksiyasını isə x kvadratı veribdir. Gəlin, yerinə yazaq, həll edək. Mürəkkəb funksiyasını tapaq. 37. Deməli, fx funksiyasını bura qeyd edirəm. X kosinus x-in kubu üstəgəl 5. Bu mənim fx funksiyamdır. Gx funksiyam isə x kvadratına bərabərdir. Bizdən f, g, x-i soruşur. Yəni biz getməliyik fx funksiyasına, yəni baxın bu ifadəyə, baxın bura. Burada harda x görürüksə, yerinə g funksiyasını, x kvadratını yazmalıyıq. Gəlin yazaq. X-in yerinə x kvadrat yazıram.
Kosinus. Burada x gəlir. X-in yerinə x kvadrat yazıram. Bir dənə də kub başında var. Üstə gəl 5. Deməli, funksiya olur x kvadrat kosinus. Burada uşaqlar 2 və 3 bir-birinə vurulur. X üstü 6, üstə gəl 5 də kənarda dayanır. Baxaq görək hansı bənddədir. 5-in yanında x yox idi, düzdürmü uşaqlar? X kvadrat kosinus x üstü 6, üstə gəl 5. Cavab olur D bəndi. 37-də D. 38-də yenə eyni qaydada mürəkkəb funksiyadır. Gəlin 39-a baxaq. 39-da təyin oblast soruşur yenə də. Təyin oblast dedikdə 39-cu sual. Kök altında verilmiş ifadəmiz uşaqlar sıfırdan böyük bərabər olmalıdır və məxrəcimiz isə təbii ki, sıfırdan fərqlidir. Məxrəcdəki ifadəmiz x kvadrat çıxaq 3x-imiz fərqlidir, sıfır olmalıdır. X-i mötərizə xaricinə çıxardırsınız və hər birini ayrı-ayrılıqda fərqlidir sıfır yazırsınız. X də fərqli olur 3-dən. Deməli, 0 və 3-dən fərqli qiymətlər alır və sürətdəki ifadəmizə baxaq. 2 üstə gəl x böyük bərabər 0-dan, x böyük bərabərdir mənfi 2-dən. Mənfi 2-dən deməli uşaqlar mənfi 2-nin özünü alır, 0-a qədər gəlir. 0-ı almır. Birləşmə 0-dan 3-ə qədər gedir. O aralıqdakı bütün qiymətləri alır. 0 və 3-ün özünü almır. Daha sonra isə 3-dən üzü yuxarı müsbət sonsuzluğa bütün qiymətləri alır. Sadəcə 3-ü burada arada buraxır. 3-ü almır. 40-cı sual eynisidir. Gəlin 41-ə baxaq. 41-də funksiyasının tərs funksiyasını soruşur bizdən. Biraz öncə də biz tərs funksiyaya aid misal işlədik. Gəlin yenə də baxaq. 41. Deməli, y bərabər x kvadrat veribdir. Uşaqlar, biz x-i təkləməliyik. Bunun üçün o başındakı kvadrat olmamalıdır. Kvadratı yox eləməyə görə bərabərliyin sağ və sol tərəfindən kök alırıq. Y-in kökdən çıxmağa kvadratı yoxdur, ancaq x burada kök altından çıxır. Sonda x-i tək etdikdən sonra x-in yerinə y yazırıq, y-in yerinə isə x yazırıq. Y bərabər kök altda x alırıq, B bəndi. 42-də də kub şəklində olacaqdır, orada da 3-cü dərəcədən x şəklində qalır. Gəlin 43-ə baxaq. 43-də 2 dənə fərqli kök verilibdir. Biz hər birini ayrı-ayrılıqda 0-dan böyük bərabər götürməliyik. Deməli, x böyük bərabərdir 0-dan. Digər kökümüzə baxaq. 3 çıxaq x böyük bərabər 0, mənfi x böyük bərabər mənfi 3. Hər tərəfi mənfiyə vursaq, x kiçik bərabər 3 alarıq. Deməli, 0-dan böyük, 3-dən kiçik olmalıdır. 43-də cavab olur A bəndi. Hər ikisini də alır uşaqlar. 0, 3. Baxın bu şəkildə. 44 eyni qaydada davam edir. Keçək 45-ə baxaq. 45-də yenə də təyin oblast deyir. Təyin oblast kökaltı ifadə. Biz o həmin ifadəni 0-dan böyük bərabər götürüb həll etməliyik. Yəni 1 çıxaq x kvadratını 0-dan böyük bərabər götürüb həll edək. 1 çıxaq x kvadrat böyük bərabər 0. X kvadrat kiçik bərabər 1. Buradan isə x-imiz bərabərdir plus minus 1-ə. Aralığımız isə olur mənfi 1, müsbət 1 aralığı uşaqlar. Kiçik verəndə həmin o mənfi 1 ilə müsbət 1-in arasında götürməlisiniz. Cavabımız isə olur C bəndi. Gəlin 46-ya baxaq. Görək 46-da nə deyir? Deməli, funksiyasının təyin oblastını soruşur yenə də bizdən. Məxrəcdəki ifadəyə istəyirəm baxaq. X kvadrat üstə gəl x, üstə gəl 1 fərqlidir 0 olmalıdır. Siz uşaqlar diskriminantına nəzər yetirsəz 1 çıxılsın 4. Kiçikdir 0 alarsınız. Bizim diskriminantımız 0-dan kiçikdir. A-mız isə 0-dan böyük olduğuna görə bu ifadə həmişə müsbət ifadədir. Yəni x-in yerinə nə yazsanız da ifadə həmişə müsbət qiymətlər almağa davam edəcək. Sürətdəki ifadəmiz isə biz təyin oblasta baxanda uşaqlar sadəcə məxrəci nəzərə alırıq. Sürətdə də bizə problem yaradası hər hansı bir kök funksiyası falan yoxdur. Ona görə də cavabımız olur mənfi sonsuzluqdan müsbət sonsuzluğa. Biraz öncə də buna bənzər bir sual işləmişdik. 47-ci sual eyni qaydadadır. Gəlin 48-ci sualımıza baxaq. 48-də isə artıq təyin oblastı yox, qiymətlər oblastını, qiymətlər çoxluğunu soruşur. Y bərabər
x kvadrat üstəgəl 2x üstəgəl 17. Uşaqlar, qiymətlər çoxluğunu tapmaq üçün bizə n-nı tapmaq, kiçik n-in düsturunu tapmaq kifayət edir. Deməli, düsturumuz belə idi. Gəlin düsturu yazaq. Deməli, düsturumuz belə olur. 4ac çıxaq b kvadrat bölünsün 4a. Bu düsturu əzbərləyin uşaqlar, çünki sizə həqiqətən çox lazım olacaq. A-mız x kvadratın əmsalıdır 1. 4 vurulsun 1. C-miz isə 17-dir. Çıxılsın b kvadrat, yəni 2-nin kvadratı olur 4. Məxrəc 4. Sürətimiz isə edir 4 vur 17 68-dir. 4 çıxsaq 64. 64-ü 4-ə bölsək 16 qalar. İfadə kökün altında olduğuna görə uşaqlar, kök altda 16 olur və 16-dan da 4 çıxır. Cavabımız olur 4 müsbət sonsuzluq. Bu da Y bəndindədir. Deməli, 49-cu sual eyni qaydada davam edir. Gəlin 50-yə baxaq. 49-da da yenə eyni bu düsturu yazıb həll edirsiniz. Lövhəmizi təmizləyək. Bizdən 3x çıxılsın modul x funksiyasının qrafikini göstərin deyir. Burada uşaqlar 2 qrafikdən istifadə etməliyik biz. Gəlin görək hansı olacaq. Deməli, 3x funksiyası, düzdürmü? Düz mütənasiblik əmsalının funksiyasıdır. Kx funksiyasının düsturudur. 3x orada müsbət olduğuna görə uşaqlar, funksiyamızın qrafiki 1-ci və 3-cü rüblərdən keçməlidir. 1-ci və 3-cü rüblərdən demək olar ki, hamısı keçibdir. 1-ci rübdən keçən funksiyalar çoxdur. Və modul x funksiyası isə qarşısında mənfi olduğuna görə üzü aşağıya doğru olmalıdır. Deməli, modul x funksiyasının qarşısında mənfi olduğuna görə üzü aşağıya doğru olmalıdır. Və gəlin indi qiymətlərinə baxaq. Məsələn, A bəndinə baxaram. X 1 olduqda y-in qiyməti 2 olub. Gəlin görək, bizim funksiyamızda da x-in yerinə 1 yazdıqda cavabı 2 tapırıqmı? Əgər hər iki hal ödənərsə, deməli, funksiya doğrudur. X-lərin yerinə 1 yazsaq, uşaqlar, 1, 1. Cavabı həqiqətən 2 alarıq. Deməli, A bəndinin birinci hissəsi doğrudur. Digər sol tərəfdəki, aşağıdakı hissəsinə baxaq. -1, -4. Yəni biz funksiyamızda 3x çıx modul x funksiyasında x-in yerinə -1 yazdıqda, gəlin görək cavabı həqiqətən -4 alarıqmı? Funksiya həqiqətən -3x çıxılsın 1, -4 şəklinə düşür. Görün, burası niyə belə oldu? Biz necə demişdik burada? 3 çıxılsın 1, 2 demişdik. Bəli, -4-ü həqiqətən aldı. Deməli, A bəndində həm yuxarı hissə, həm də aşağı hissə ödəndi. Yəni, sadəcə qiymətləri yerinə qoymaqla tapdıq uşaqlar. A bəndi doğrudur. Heç digər variantları yoxlamağa ehtiyac qalmadı. X-in, Y-in yerinə qiymətlərini yazırsınız. 51-ci sual eynisidir. Gəlin 52 ilə davam edir. 52-dən yenə də təyin oblast soruşur. Kök altı ifadəni sıfırdan böyük bərabər götürüb indi həll etməliyik. 52. Deməli, x plus 2, x çıx 1, böyük bərabər 0 olmalıdır. Təbii ki, bizim məxrəcimiz 1-ə bərabər ola bilməz. Sürət isə x plus 2-miz isə, deməli, 2-ni sağ tərəfə doğru keçirsək, -2-yə bərabər olur. Deməli, məxrəc 1-i almır. Sürətimizin isə qiyməti -2-dir. Deməli, bu şəkildə olacaq uşaqlar. Ədəd oxunda qeyd eləsək, -2, 1, plus, minus, plus. Bizdən böyükləri soruşur. Böyük aralıqlarımız mənfi sonsuzluqdan -2-yə, -2-ni alır. Birləşmə 1-i almır, 1-dən müsbət sonsuzluğa. Cavab Y bəndi. Davam edək. 53 bunun eynisidir. 54-ə baxaq. 54 maraqlı sualdır uşaqlar. 54-də mürəkkəb funksiyanı özü artıq bizə verib və funksiyanın özünün ilkin halını bizdən soruşur. F3x funksiyası 7x plus 2-yə bərabərdir, düzdürmü? Yəni, funksiya nəsə bir ifadə şəklində verilib. Orada x görülən yerlərə 3x yazıblar və cavabı 7x plus 2 tapıblar. Bu tipli suallarda 3x-ə bir t deyirik. X-imiz olur t böl 3. Funksiyanın özündə, yəni 7x plus 2 ifadəsində x-in yerinə t böl 3 yazırıq. Funksiyamız olur 3-də 7t üstəgəl 2. Yəni 3-də 7x üstəgəl 2 şəklində. Bu isə hansı bənddədir? C bəndindədir. 54-də cavab olur C bəndi. Əvəzləmə ilə yazırsınız uşaqlar. Deməli, 54 və 55-ci suallar həmin bu əvəzləmə ilə yazılır. Keçid alaq 56-cı sualımıza.
56-da A həqiqət ədinin hansı qiymətlərində funksiyası istənilən x üçün təyin olunubdur deyir. Gəlin birlikdə baxaq. 56. Deməli, gəlin baxaq. A-nın hansı qiymətlərində funksiyası istənilən x-lər üçün təyin olunubdur. Bu sualın variantları da burada digər tərəfdə verilibdir. Uşaqlar, ilk öncə burada kökaltı ifadəyə baxmaq istəyirəm. Yəni 1 çıxaq A kökaltı ifadədir və biz bu kökaltı ifadəni sıfırdan böyük bərabər götürüb həll etməliyik. A-mız burada kiçik bərabər olur 1-dən. A-mızın qiymətini 1 tapdıq. Daha sonra x-in istənilən qiymətlərində təyin olunub deyir. Deməli, bizim məxrəcimiz sıfırdan fərqli qiymətlər almalıdır. Yəni, x kvadrat üstəgəl ax üstəgəl 1 ifadəsi həmişə sıfırdan fərqli qiymətlər almalıdır. Diskriminantına baxaq uşaqlar. A kvadrat çıxılsın 4. Deməli, böyükdür sıfırdan. A fərqlidir. A-mız bərabərdir. Plus minus 2-yə. Ədəd oxunda baxsaq. Mənfi 2. Deməli, burada diskriminantımız uşaqlar kiçik sıfırdır. Bircə dəqiqə düzəldək. Diskriminantımıza yazaq. A kvadrat çıxaq 4 kiçikdir sıfırdan. A bərabərdir plus minus 2-yə. Deməli, ədəd oxunda mənfi 2 və müsbət 2 aralığını götürməliyik. Bir də bizdə var 1. Həmin bu 1 də burada yerləşir. 1-dən də kiçiklər. Cavabımız olur kəsişmə hissəsi. Mənfi 2-ni almır. 1-i isə alır. Deməli, 56-nın dedik variantları digər tərəfdədir. Baxın, bu hissədədir. Mənfi 2, 1 olan aralığımız isə olur B bəndində. Davam edək. 57. Qiymətlər çoxluğunu soruşur bizdən. Biz demişdik ki, qiymətlər çoxluğu dedikdə kiçik yerin düsturunu tətbiq etmək lazımdır. Düstur deməli 4AC çıxılsın B kvadrat bölək 4A şəklindədir. Gəlin yazaq düsturumuzu. Burada sadəcə fərqlilik nədə olacaqdır? X kvadratının qarşısında mənfi var. Deməli, n bərabər 4AC çıxılsın B kvadrat bölək 4A. A-nın yerinə mənfi 1 yazırıq. 4 vurulsun, mənfi 1 edir, mənfi 4. Sürətimiz isə olur 4 vuraq, mənfi 1. Vuraq C-mizin qiyməti 2, çıxılsın B kvadrat. Yəni, x-in əmsalı 1. Deməli, uşaqlar, məxrəcimiz mənfi 4. Sürətimiz isə olur mənfi 8 və mənfi 1 edir, mənfi 9. Yəni, müsbət 4-də 9. Bu ifadə kökün altında olduğuna görə 4-də 9-dan kökdən 2-də 3 çıxır. Variantlarda da elə 2-də 3 şəklində verilibdir. Ona görə bunu onluq kəsrə çevirmirəm. Deməli, nəyə diqqət edirik uşaqlar? X kvadratının qarşısında mənfi olduğuna görə aralığımız 0, 2-də 3 aralığı olmalıdır. Əgər orada müsbət olsaydı, biz 2-də 3-dən müsbət sonsuzluğa götürməliydik cavabı. Sadəcə x kvadratının qarşısında mənfi olduqda aralığımız 0-dan n-ə şəklində olmalıdır. Düstur bu şəkildədir. 0-dan n-ə. Baxın bu şəkildə. Bizdə də n-in qiyməti 2-də 3-dür. 58-ci sual eyni qaydada davam edir. Gəlin 59-a baxaq. Lövhəmizi də təmizləyək. Davam edək 59-cu sualla. Görək nə deyir. Bizdə verib ki, f2x bərabərdir 5fx kvadrat çıxaq 8 şərtini ödəyən fx funksiyası üçün f0 çıxılsın 2f4 fərqini tapın. Uşaqlar, gəlin əvvəlcə f0-ı tapaq. F0-ı tapmaq üçün x-in yerinə 0 yazmaq bizim üçün bəs eləyəcək. Deməli, f2x funksiyasında x-in yerinə 0 yazıram. 5f0 çıxılsın 8. X-lərin yerinə sadəcə 0 yazdım. Bu 5f0-ı f0-ın yanına göndərirəm. Bu tərəfə keçəndə mənfi ilə keçir. Bərabər mənfi 8. Mənfi 4f0. Bunlar çıxılırlar. Hər tərəfi deməli mənfiyə bölürük. Mənfi 8 ilə mənfi 4-ə bölsək də cavab alarıq. F0 bərabərdir. Müsbət 2-yə. F0-ı tapdıq. Bizdən başqa nəyi soruşurdu? 2f4-ü soruşurdu. Uşaqlar, f4-ü tapa bilmək üçün mən x-in yerinə 2 yazmalıyam. Çünki x-in yerinə 2 yazanda orada 2 vurulsun 2, f4 alınır. Yəni, x gördüyümüz yerlərə 2 yazsaq, olur f4 bərabər 5f. Orada uşaqlar, x-in yerinə 2 yazanda kvadratı bizə verir 4. Çıxaq 8. 5f4-ü keçirdirik müsbət f4-ün yanına. Mənfi ilə keçir. Bərabər mənfi 8 də bu tərəfdə qalır. Mənfi
4f4 bərabərdir mənfi 8-ə. F4 bərabərdir mənfi 8-i mənfi 4-ə bölürük, müsbət 2-yə. Bizdən isə belə bir ifadənin qiymətini soruşur uşaqlar. F0 çıxaq 2f4. F0-ın qiymətini 2 tapdıq. Çıxılsın 2 vuraq. F4 yazılıb, F4-ün qiymətini də 2 tapdıq. Yəni 2 çıxaq 4 mənfi 2 olmalıdır cavab. Bu isə Y bəndindədir. Bu da qəşəng maraqlı bir sual idi. 60-cı sual isə mürəkkəb funksiyaya aiddir. Gəlin baxaq. Deməli, mürəkkəb funksiyada J2-ni soruşur. Daha sonra J2-nin qiymətini biz aparıb F-də yerinə yazmalıyıq uşaqlar. Gəlin, ilk öncə J2-ni tapaq. Bu tipli suallarda ən içəridən həll etməyə başlamaq lazımdır. Deməli, ilk öncə J2-ni axtarıram. Yəni, gedirəm J funksiyasına, x-dərin yerinə 2 yazıram. 2 vurulsun, 2 çıxaq 1. Olur 3. Bunu isə aparıb, bu 3 qiymətini F funksiyasında yerinə yazıram. F funksiyası 3x üstəgəl 2-dir. X-in yerinə 3 yazıram. Funksiya olur 9 üstəgəl 2, yəni 11. C bəndi. 61-ci sualda yenə də oxşarıdır, eyni qiymətdir. Gəlin baxaq. Burada sadəcə arq kosinusla veribdir. Deməli, 61-də J mənfi 2 deyir, düzdür uşaqlar? Gəlin ilk öncə J-də, J funksiyasında mənfi 2-ni yerinə yazaq. 2 vurulsun, mənfi 2 üstəgəl 3. Burada 2-ni mənfi 2-yə vururuq, mənfi 4. Üstə 3 gəlirik, bərabərdir, mənfi 1. Deməli, biz fx funksiyasında x-in yerinə mənfi 1 yazmalıyıq. Yəni, arq, kosinus, x-in yerinə mənfi 1 yazırıq. Bəs gəlin görək, 61-ci sualda arq kosinus funksiyası bu mənfi 1 qiymətini nə zaman alır? Arq kosinus, uşaqlar, 1 qiymətini ümumiyyətlə sıfırda alır. Mənfi 1 qiymətini isə 180 dərəcədə alır. Burada isə dərəcə ilə yox, pi ilə verdiyinə görə cavabımız olur pi. Yəni, Y bəndi. Deməli, mənfi 1-i aldı 180 dərəcədə. Keçid alırıq 62-ci suala. Təyin oblastını soruşur bizdən yenə də. Bugün xeyli təyin oblasta aid suallar işlədik. Ümid edirəm ki, təyin oblast artıq yadınızda qalmış olar. Kökaltı ifadə görəndə təyin oblastda böyük bərabər 0 yazıb həll etmək lazımdır. 62. Deməli, 3 çıxılsın x, kökaltda x minus 3, ümumi ifadə 0-dan böyük bərabər olmalıdır. Kökaltı ifadə onsuz da müsbət olduğuna görə kənardakı bu 3 çıx x ifadəsi də 0-dan böyük qiymətlər almalıdır uşaqlar. X kiçik bərabərdir 3-dən. Kökaltı ifadənin özü 0-dan böyük bərabər olmalıdır. Yəni, x böyük bərabərdir 3-dən. Hər ikisini aldığına görə, yəni həm 3-dən kiçik, həm 3-dən böyük, onda biz burada sadəcə 3-ün özünü götürməliyik. Sadəcə 3 qiymətini götürməliyik. Bu isə C bəndindədir bu şəkildə. 63-ə baxırıq. 63 də eyni qaydadadır. Hər birini ayrı-ayrılıqda 0-dan böyük bərabər götürürsünüz uşaqlar və həll edirsiniz. Orada da böyük ehtimal ki, cavab elə Y bəndi olacaqdır. 3 alır təkcə. Çünki 3-dən böyük, 3-dən kiçik bu şəkildə aralıqlar alanda bilin ki, sadəcə 3-ün özünü götürmək lazımdır. 64 də eyni qaydadadır. Gəlin 65-ə baxaq. 65. 65-də yenə də təyin oblast soruşur. Ümumi ifadəni, yəni x çıxaq 2 mötərizə kvadratı və məxrəcdə 25 çıx x kvadrat ifadəsini 0-dan böyük bərabər götürüb həll etməliyik. Məxrəcimiz 0 ola bilməz. Məxrəcdəki ifadəni fərqlidir 0 yazırıq. X-imiz fərqlidir plus minus 5-dən. Sürətdəki ifadədə isə biz x-in yerinə nə yazsaq da, oradan 2 çıxsaq da, cavab mənfidə qalsa, müsbətdə qalsa, qüvvətindəki kvadrat həmin ifadəni müsbətə çevirəcəkdir. Onsuz da, deməli, bizim qiymətlərimiz mənfi 5, müsbət 5-dir ədəd oxunda. Plus, minus, plus şəklində düzürük. Böyük dediyinə görə müsbət olan hissələri, müsbət olan aralıqları götürməliyik. Onda cavabımız gəlin görək hansı olacaqdır. Deməli, mənfi sonsuzluqdan mənfi 5-ə, baxaq görək varmı? Daha sonra 5-dən müsbət sonsuzluğa. Burada bir şeyə diqqət eləmədik uşaqlar. Deməli, burada 25 çıxılsın x kvadrat. X kvadratının qarşısında mənfi var. Bəs bu nə deməkdir? Bu o deməkdir ki, biz aralıqda qiymətləri düzəndə, baxın bu hissədə müsbətdən yox, mənfidən başlamalıyıq düzməyə.
Baxın bu şəkildə. Çünki burada x kvadratının qarşısında mənfi var. Deməli, bizdən də sıfırdan böyük olan aralığı soruşur. Bu da olur -5, -5. Məxrəcdə olduğuna görə 5'lər alınmır. A bəndi. Bəli, suallarda biraz diqqətli olmaq lazımdır. Hamısı bir-birinin düzdür, oxşarı olsa da hər birinin fərqli cəhətləri var. 67-yə gəlin baxaq uşaqlar. 67-də bir məşhur düstur var. Deməli, Koşi. Gəlin biz bu həmin Koşi qaydası ilə bu sualı həll edək. 67. Deməli, burada nə deyir? Funksiyasının qiymətlər çoxluğunu deyir tapın. Düzdür, biz öyrəşmişik adətən kiçik y'nin düsturu ilə tapmağa. Burada isə misal biraz fərqlidir, ona görə necə yazmalıyıq? Deməli, bu ifadənin cəmi, yəni A üstə gəl B cəmi böyük bərabər olmalıdır 2 kök altda AB hasilindən. Bizdə isə A və B-nin yerinə həmin bu x kvadrat bölək 4 və 9 bölək x kvadrat dayanır. Yəni 2 vurulsun kök altda x kvadrat böl 4 vuraq 9 bölünsün x kvadrat. Bu zaman uşaqlar diqqət eləsəz x kvadratlar ixtisar gedir. 2 vurulsun 4-dən kökün altdan 2 çıxır 9-dan isə 3. 2'lər ixtisar gedir. Cavab olur 3. Deməli 3 müsbət sonsuzluq cavabımız D bəndi. Deməli düsturumuz oldu Koşi. 68-ci sualda eyni qaydadadır. Keçid alırıq 69-a. Aha, 69'da nə deyir uşaqlar? 69'a bizdə deyir ki, həmin bu verilmiş funksiyasının qiymətlər çoxluğunu tapın və -3, 5 nöqtəsindən keçən. Bir dəqiqə mən 70 oxudum. 69'da -2, 5 nöqtəsindən keçən deyir. Uşaqlar, biz keçən dərslərimizdə də danışmışdıq ki, əgər nöqtədən keçir deyirsə, birinci gələn x-in, ikinci gələn y-in yerinə yazıb sadəcə həll etmək lazımdır. Gəlin yazaq. Y-in yerinə 5 yazıram. Bərabər kök altda x kvadrat yazıb -2'nin kvadratı olur 4. Çıxılsın. X-in yerinə -2 yazıram. Uşaqlar olur -2m. Üstə gəl 17. Bu kökdən canımızı qurtarmaq üçün bərabərliyin sağ və solunu kvadrata yüksəldirik. 5'in kvadratı olur 25. İkinci tərəfdə isə kvadrat və kök bir-birini deməli ixtisar aparır. 4 və 17'miz olur 21 çıxaq 2m. Deməli 4 bərabər -2m'ə, m bərabərdir -2'yə. 25'dən 21 çıxdıq 4 qaldı. -2'yə böldük, -2 oldu. M'i -2 tapdıq. Qaydırıq yenidən funksiyanın özünə. Y bərabər kök altda x kvadrat. Uşaqlar, orada yazılıb mx. Bizdə isə m'in qiyməti -2 olduğundan yazırıq. Çıxaq 2x üstə gəl 17. Gəlin indi bunu qiymətlər çoxluğunu tapaq. Deməli bizim əslində qiymətlər çoxluğunu tapmağa aid müxtəlif üsullarımız var. Bunlardan biri kiçik y'nin düsturudur. N'ni tapırsınız, kökün altından çıxardırsınız. Bu sizin olur. Deməli qiymətlər çoxluğunuz. İstəyirəm ki, bu dəfə tam kvadrata ayırmaqla yazam. X plus 1 mötərizə kvadratı üstə gəl 16. Baxın bu şəkildə, daha doğrusu burada çıxaq 2x'dir bizdə, düzdürmü? Çıxaq 2x olduğuna görə orada biz çıxaq 1 yazmalıyıq. Qoyun düzəldək. Deməli belə olmalıdır bizdə. Y bərabər kök altda x çıx 1 mötərizə kvadratı. Bu bizə açılışda x kvadrat çıxaq 2x'i verir və bir də plus 16. Bu 16 kökün altından çıxdıqda uşaqlar olur 4 şəklində və 4 müsbət sonsuzluq da bizim olur cavabımız. 4'ü də alır. Baxın biz bu 16'dan danışırıq. 16'dan 4 çıxır və cavabımız olur 4 müsbət sonsuzluq. Keçid alırıq maraqlı suallardan birinə 71. 71'də deyir ki, şəkildə qırıq xətlərlə fx funksiyasının qrafikini, bütöv xətlərlə isə gx funksiyasının qrafikini göstərmişdilər. Hər iki funksiya -3, 5 parçasında təyin olunmuşdursa, fx'in gx'dən böyük olduğu bərabərsizliyin həllər cəmini tapın. Fx qırıq olan idi uşaqlar. Gx bütöv olan idi. Biz qırığın bütövdən böyük olduğu aralıq axtarırıq. Gəlin şəkil üzrə baxaq. Burada istəyirəm şəklin üzərində qeydlər aparam. Uşaqlar, qırığın bütövdən böyük olduğu, yəni yuxarıda olduğu aralığı istəyirəm. Baxın, o bu hissədə olacaq. Görürsünüz? -3'dən -1,5'ə qədər olan hissə, deməli yuxarı hissə ödəyir. Bəs hansı qiymətlərdir? -3,
mənfi 2. Düzdürmü? Mənfi 1,5-də artıq dayanır. Mənfi 1,5-in özünü almır. Və digəri, baxın buradadır, yuxarıda olan hissə. Baxın, görə bilirsinizmi? Mənfi 2-dən 5-ə qədər olan hissədir. Daha doğrusu, müsbət 2-dən 5-ə qədər olan hissədir. 2-nin özündə bir-birlərinə bərabər olduqlarına görə müsbət 2 nöqtəsini götürmürük. 3, 4 və 5-in özünü alır deyə 5-i götürürük. Həmin bu qiymətlərin cəmini soruşur bizdən. Mənfi 3, müsbət 3 deməli islah gedir. 4, 5, 9, bir dənə də mənfi 2-miz var, olur 7. B bəndi. Deməli, böyük olduğu hissə yuxarı hissələr idi. Yuxarı hissədəki aralıqdakı qiymətləri yazdıq və bir-biri ilə topladıq. 72-ci sual eynisidir. Baxaq, görək 73-də nə deyir? 73 də maraqlı suallardan biridir. Gəlin 73-ə də baxaq. Funksiyanı verir və bizdən f(x)i soruşur. Yəni, x-in yerinə funksiyanın özünü bir daha yazmaq lazımdır. 73-cü sualda, uşaqlar, 1 çıxılsın x yazmıram, x-in yerinə yenidən funksiyanın özünü yazıram. Bax, bu şəkildə 1 çıxaq x yazıram. Və bizdən həmin bu verilmiş funksiyanın təyin oblastını soruşur. Təyin oblastını soruşursa, kökün altında verilmiş bu ifadəni sıfırdan böyük bərabər götürüb həll edirik. 1 çıxaq x kiçik bərabər müsbət 1-dən. Hər tərəfi burada kvadrata yüksəldirik. 1 çıxaq x kiçik bərabər 1. X deməli, mənfi x-imiz kiçik bərabər 0-dan, x böyük bərabərdir 0-dan. X-in qabağında mənfi olanda işarə əksinə doğru dəyişməlidir. Və bir də bu içərdəki bu kök, yəni 1 çıxaq x, böyük bərabər 0 olmalıdır. Deməli, x-imiz kiçik bərabər olur 1-dən. 0-dan böyük, 1-dən kiçik olmalıdır uşaqlar. Bu isə C bəndindədir. 73 olur C. Hər ikisini də təbii ki alır. Keçid alaq 74-cü suala. 74 də maraqlı sualdır və bizə nə deyir? Deyir, y bərabər fx funksiyasının qrafiki olan düz xətt absis oxu ilə 135 dərəcəli bucaq əmələ gətiribdir. Gəlin ilk öncə bu 135 dərəcəni aydınlaşdıraq. Deməli, uşaqlar, 135 dərəcə burada söhbət tangensdən təbii ki gedir. Tangens 135 dərəcədən. Biz tangens 135 dərəcəni tangens 180 çıxılsın 45 yaza bilərik. Burada ad dəyişmir. Olur tangens 45 və ikinci rübə düşdüyünə görə tangensimiz burada mənfi qiymətlər alır. Düzdürmü? Tangens 45 dərəcədəki qiyməti 1-dir, qarşıda da mənfisi var deyə mənfi 1 olur. Uşaqlar, funksiya kx plus b-nin funksiyasıdır, düzdür? Kx plus b-nin şəklidir. Deməli, bizim k-mız da mənfi 1-dir. Baxın, bu mənfi 1 bizim k-mızı göstərir. Mənfi x olacaq bizim funksiyamız. Və y oxunu kəsdiyi nöqtə, yəni 6 nöqtəsi bizim olur b-miz, sərbəst həddimiz. Funksiyanı artıq yazdıq və deyir ki, fx funksiyasının tərsi olan jx funksiyası. Deməli, biz bunun indi tərsini tapmalıyıq. Tərsini necə tapırdıq? Funksiyanın tərsini tapanda birinci növbədə x-i təkləməliyik. Y çıxaq 6 bərabər mənfi x. X-in qarşısındakı mənfini verirəm y çıxaq 6-ya. Mənfini verən kimi yerlər dəyişir, 6 çıxaq y olur. Sonda isə x-in yerinə y, y-in yerinə isə x yazıram. Baxın, bu da olur mənim jx funksiyam. Bu isə fx funksiyam idi. Fx. Bizdən nə soruşur? F, j2-ni soruşur uşaqlar. J funksiyasında x-in yerinə 2 yazmalıyam. j2 olur 6 çıx 2. Yəni, j funksiyasında 6 çıxaq x-də x-in yerinə 2 yazdım. Oldu 4. Həmin bu 4 qiymətini də aparıb fx funksiyasında yerinə yazmalıyam. Fx bərabər mənfi x-dir. Biz x-in yerinə 4 yazırıq. Üstə gəl 6. Bu isə edir 2. Cavab olur B bəndi. Çox qəşəng, maraqlı bir sual idi. Keçid alaq 75-ə. Bu hissələrdə maraqlı suallar həqiqətən çoxdur. Bircə dəqiqə düzəldək. Deməli, belə. Baxaq, görək 75-də nə deyir? Aha, 75-də deyir ki, fx funksiyasının təyin oblastı mənfi 2, 6, jx funksiyasının təyin oblastı isə mənfi 5, 3 aralığında olarsa, fx plus jx funksiyasının təyin oblastına daxil olan tam ədədlərin cəmini tapın. Bu bizə demək istəyir ki, uşaqlar, bu verilmiş aralıqları götür ədəd oxunda kəsişdir, onların kəsişməsində daxil olan ədədləri də topla. Gəlin, biz də onun dediyindən çıxmayaq. Deməli, ədəd oxunu çəkirəm. Mənfi 2, 6 aralığını xəttləyirəm.
bu şəkildə və -5 3 aralığı bizə lazımdır. -5 tutalım ki, burada bir yerdədir. 3 də buralarda bir yerdə olsun. Bunların da aşağıdan xəttləyirəm. Kəsişmə hissə, ikiqat hissə -2 və 3 aralığına düşdü. Gördüyünüz kimi -2-dən tam 3-ə qədər olan hissə. -2-ni alır. Qiymətləri yazaq. -2, -1, 0, 1, 2, 3'ü alır. 3'ü də alır uşaqlar. Deməli, gəlin bu ifadələr qiymətləri cəmləyək. -2, -1, 0, 1, 2. Bunların hər biri deməli islah olundu. Bizdə qaldı cavab sadəcə 3. Deməli, 75-də cavabımız oldu 3. Keçid alaq növbəti səhifəyə. 76-cı sualda eynisidir. Deməli, baxaq. 77-yə. Düzdürmü? 77-ci suala gəlin baxaq. Bizdə 77-də nə deyir? Deyir ki, AB aralığında təyin olunmuş qrafiki verilmiş fx funksiyası hansının həmin aralıqda tərsi yoxdur. Hansının həmin aralıqda tərsi yoxdur. Əvvəlcə onu deyim ki, uşaqlar, burada funksiyanın tərsi olmağına görə funksiya ya artan funksiya olmalıdır, ya da ki, ümumiyyətlə azalan funksiya olmalıdır. Ya artmalıdır, ya da ki, azalmalıdır. Baxaq görək hansı ya artır, ya da ki, azalır deməli. Birinci funksiya aşağıdan yuxarıya doğru artıbdır. Bir artandı olar. İkinci funksiya gah artıb, yuxarı qalxıb, gah aşağı enib, deməli azalıbdır. Ona görə ikinci funksiyanı götürmürük. Çünki o gah artır, gah azalır. Üçüncü funksiya isə sol tərəfdən baxırsınız. Yuxarıdan aşağıya doğru azala-azala gedir. Deməli, həm artan, həm azalan funksiyamız oldu. 1, 3. Burada açıq sualdır bu sual. 1, 3 şəklində olacaqdı yəqin ki, bunun cavabı da. Funksiyalarından hansının həmin aralıqda tərsi yoxdur. Olmayanı soruşur bizdən. Tərsi olanlar 1, 3'dür. Olmayan isə 2-cidir. 2'nin tərsi yoxdur. Baxdım ki, görüm uyğunluqdur mu? Uyğunluq deyilmiş. Bəli, bizdən olmayanı istəyir. Olmayan da 2-ci funksiyaydı. Keçid alaq 78-ə. 78-də nə deyir bizdən? 78-də deyir ki, İlk öncə f2-ni tapmalıyıq uşaqlar. f2-ni tapmaq üçün də f funksiyasında x-in yerinə 2 yazıram. 3 vur 2-nin kvadratı. Yəni 3 vur 4, 12. Həmin bu 12 qiymətini aparıb j funksiyasında yerinə yazmaq lazımdır. J funksiyası 4 vurulsun 12 çıxaq 1. Yəni 48 çıxaq 1 olur 47. 78-ci sualda cavab 47. 79-cu sual eynisidir. Gəlin 80-ə baxaq. Görək 80-ci sualda nə deyir? Funksiyasının ən böyük qiymətini soruşur. Biz bunun üçün mütləq məxrəcdə kiçik yeni tətbiq etməliyik. Məxrəcin kiçik yenini tapmalıyıq uşaqlar. Enin düsturunu da bilirik, düzdürmü? Məxrəcdəki ifadəni yazıram. X kvadrat plus x plus 2. Deməli, gəlin eni tapaq. Məxrəcimiz 4a-dır, 4 vur 1. Sürət 4ac. 4 vur 1 vur 2 çıxaq b kvadrat. B isə x-in əmsal olduğuna görə 1-in kvadratı ilə 1 edir. Məxrəc 4, sürət 8 çıxılsın 1 edir 7. Deməli, məxrəcdəki ifadəmiz 4-də 7-dir. Sürətimiz isə 5,6-dır. Məxrəci də 4-də 7 tapdıq biz. Sürətdəki ifadəni düzgün olmayan kəsirlə yazıram. 10-da 56. Məxrəcdəki ifadəmiz 4-də 7. Mən burada 7 ilə 56-nı ixtisar edə bilərəm. Olur deməli ifadəmiz 10-da 8 ilə 4 vurulur 32. Yəni 3,2. Açıq sual olduğuna görə onluq kəsirlə olacaqdı cavabı. Keçid alırıq 82-ci suala. 82-ci sualda funksiyanın yenə də bizdən ən böyük qiymətini soruşur. İlk öncə məxrəcə baxaq. Məxrəcdəki gəlin qiymətimizi tapaq. Məxrəcdə belə bir ifadə verib deməli. X çıx 3, üstəgəl 5. Bu ifadədə modul ən minimum uşaqlar 0 ola bilər, mənfi ola bilməz. 0 üstəgəl 5 də edir 5. Deməli, bizim məxrəcimiz 5-dir, sürətimiz 20 bölürük, cavab olur 4. Funksiyanın ən böyük qiyməti 82-ci sualda 4-dür. Davam edək. 83 eynisidir. Gəlin 84-cü suala baxaq. Görək 84-də nə deyir? Deməli, b-nin hansı müsbət qiymətində fx və gx funksiyaları üçün
f(jx) və j(fx) olar. Yəni bir-birinin yerinə gəlin yazaq. Uşaqlar, f(jx)i gəlin ilk öncə tapaq. Yəni f funksiyasına gedirəm. 2 x yazmıram. X-in yerinə bx üstəgəl 6 yazıram. Yəni j funksiyasını yazıram. Üstəgəl b. Sonra gəlin j f(x)i yazaq. Bu nə deməkdir? Gedirik j funksiyasına. J funksiyasında b vurulsun. X yazmıram. X-in yerinə 2x üstəgəl b yazıram. Plus 6. Və bu ifadələr bir-birinə bərabər olmalıdırlar. Gəlin vurub açaq və bərabərləşdirək. 2bx üstəgəl 12 üstəgəl b bərabər. İndi aşağıdakı ifadəni vurub açaq. 2bx üstəgəl b kvadrat üstəgəl 6. Uşaqlar, bərabərliyin sağ və sol tərəfindən 2bx-lərimiz islah gedər. Hamısını eyni tərəfə keçirsək, b kvadrat çıxaq b. Müsbət 12-də keçsə mənfi 12 olar və mənfi 6 bərabər 0. Deməli, gəlin köklərimizi tapaq. Köklərimiz olacaqdır, deməli, müsbət 3 və mənfi 2. B-nin qiymətlərini tapdıq. B-nin bizdən hansı müsbət qiymətində dediyinə görə müsbət 3-ü götürəcəyik. Deməli, 84-də cavabımız olur müsbət 3. Keçid alaq 86-ya. 86-da maraqlı sualdır. Qrafiki verilmiş fx funksiyasının tərs funksiyası olan jx funksiyası üçün j kaç-xaq 2 bərabərdir 0 olarsa, bir dəqiqə, 86 olarsa k-nı tapın deyir bizə. Gəlin baxaq görək bu funksiyanı necə həll etmək lazımdır uşaqlar. Siz fikir verirsinizmi? Fx funksiyasının jx funksiyası tərsidir. Burada x oxunda fx funksiyası deməli x oxunda 3 qiymətini alıb və funksiya həmin anda x-in 3 qiymətində 0-a bərabər olubdur. Bu o deməkdir ki, onun tərsi funksiya, yəni j funksiyası 0 qiymətində 3-ə bərabər olmalıdır. Eyni şəkildə fx funksiyası deməli x-in hər hansısa bir qiymətində 7-yə bərabər olubdur. Onda j-nin 7 qiyməti də həminki qiymətə bərabər olmalıdır. Yəni x-in yerinə 0 yazanda fx funksiyasında x-in yerinə 0 yazanda funksiya 7 qiymətini alıbdır. Onda j funksiyası 7 qiymətində 0-a bərabər olmalıdır. Bu isə yazıb ki, j kaç-xaq 2 qiymətində 0-a bərabər olur. Görürsünüz, bu ifadələr bir-biri ilə uyğunluq təşkil edir. Deməli, k-xaq 2 7-yə bərabər olmalıdır. K isə 9-a bərabər olmalıdır. Baxın bu şəkildə. 86-da cavab olur 9. Keçid alırıq 88-ə. Görək 88-də nə deyir? Bakıdan digər ölkələrin müxtəlif şəhərlərinə gedən avtobuslarda qiymət cədvəli tam bilet, nömrəsini yazaq. Tam bilet, uşaq bileti və baqaj haqqı üçün müəyyən funksional asıllıq şəklində təyin edilir. Uşaq biletinin qiyməti, yazaq u, tam biletindən asılılığı fx bərabər 2-də 1x şəklindədir. Yəni, uşaq bileti 2-də 1 tam biletə bərabərdir. Uşaqlar, 2-də 1 tam. Daha sonra, baqaj haqqı isə uşaq biletindən 5-də 1x şəklində asılıdır. Baqaj haqqı uşaq biletindən 5-də 1 şəklində asılıdır. Bu şəkildə yazaq. Bakı-İstanbul istiqamətində baqaj haqqı 10 azen olarsa, tam biletin qiymətini tapın. Uşaqlar, baqajın yerinə, B-nin yerinə 10 yazıram. 10 bərabərdir 5-də 1 uşaq bileti. Çarpaz vursaq, uşaqlar, u bərabərdir 50-yə, yəni uşaq biletini 50 taparıq. Gedək deməli, biz həmin qiyməti birinci tənlikdə baxın burada yerinə yazaq. 50 bərabərdir 2-də 1 tam bilet. Çarpaz vursaq, tam bilet bərabərdir 100 manata. Deməli, bir tam biletimizin qiyməti 100 manat idi. Məsələnin həlli əslində nə qədər geniş olsa da, daha doğrusu şərti nə qədər geniş olsa da, həlli bir o qədər rahat və asan oldu uşaqlar. Keçid alaq digər suallarımıza. 90. Görək 90-da nə deyir? Bizdə yenə də fx və jx funksiyaları verilmişdi. Və fx funksiyası jx funksiyası ilə bir-birlərinə tərs funksiyalardır uşaqlar.
Jx funksiyası fx funksiyasının tərs funksiyası olarsa, f0, j0 və j5 ifadəsinin qiymətini soruşur bizdən. Yaxşı, gəlin baxaq. Jx funksiyası f funksiyasının tərs funksiyasıdır. F funksiyasında biz x-in yerinə 0 yazanda cavabı 3 tapmışıq. Bu o deməkdir ki, j funksiyasında x-in yerinə 3 yazanda biz cavabı 0 tapmalıyıq. Yəni tərsinə. F funksiyasında x-in yerinə -3 yazıldıqda cavab olubdur 0. Onda j funksiyasında x-in yerinə 0 yazdıqda cavabı -3 tapmalıyıq. Fx funksiyasında x-in yerinə 4 yazdıqda cavab tapılıbdır, deməli 5. Deməli, j funksiyasında x-in yerinə 5 yazdıqda cavab 4 tapılmalıdır. İndi isə gəlin qiymətləri yerinə yazaq. f0 üstəgəl j0 üstəgəl j5. Bizdən bunları soruşur, düzdür? f0-ın qiymətini biz bilirik, buradadır 3. Üstəgəl j0-ın qiymətinə baxaq, -3. Üstəgəl j5 deyir, uşaqlar, j5-in qiyməti də buradadır 4. Cavabımız olur, deməli 4. 90-cı sualda cavabımız 4. Davam edək. 91. Bizdən f1-i soruşur. Gəlin 91-i həll edək. 91-də bizdən f1-i soruşur, uşaqlar. Bu, nisbətən digərlərinə baxdıqda biraz mürəkkəb sualdır. Bunun da indi əslində yolunu bilsəniz, o qədər də çətin olmadığını görəcəksiniz. Gəlin 91-ə baxaq. Deməli, sizə bir funksiya verir və f1-i soruşur. Gəlin, ilk öncə x gördüyümüz yerlərə 0 yazaq. 0 yazsaq, f0 bərabər, x-in yerinə 0 yazıram, uşaqlar. Bu da 0 üstəgəl 1, birinci mötərizəmizin cavabını verir. 1, f, x-in yerinə 0 yazdıqda, -1, üstəgəl 1 şəklində alıram. X-in yerinə 0 yazdıqda. Deməli, f0-ımız 1 vurulsun. F -1, üstəgəl 1. Belə bir fayda aldıq. Gəlin x-in yerinə bir dəfə də -1 yazaq. X-in yerinə -1 yazsaq, f -1 bərabər. Uşaqlar, birinci mötərizənin içi -1 müsbət 1 0 edir. F -2 edir x-in yerinə -1 yazdıqda. Üstəgəl 1. Bu ifadə 0-a vurulduqda 0 etdiyinə görə f -1-imizin qiyməti olur 1. Düzdürmü? F -1-in qiyməti 1-dirsə, yuxarıda yazdığımız, baxın bu tənlikdə, gəlin qiymətini yerinə yazaq, yəni 1 yazaq. Bu zaman f0 bərabər 1 vurulsun 1, 1-dir, üstə də 1 gəlirik, olur 2. F0-ın qiymətini tapdıq. İndi isə gəlin, x-in yerinə müsbət 1 yazaq, həll edək. Müsbət 1 yazdıqda f1 bərabər 1 üstəgəl 1 olur 2. F, x-in yerinə 1 yazdıqda 1 çıxaq 1, 0, üstəgəl 1. Deməli, f1 bərabər 2 vurulsun. f0-ın qiyməti, uşaqlar. Biz f0-ın qiymətini indicə 2 tapdıq. Baxın, bu hissədə cavabımız olur 2. 2 vur 2, üstəgəl 1. Yəni 5. Deməli, 91-də cavabımız oldu 5. Keçid alaq digər suala. 92 eyni qaydadadır. Təmizləyək. 93 funksiyasının təyin oblastına daxil olmayan ən böyük və ən kiçik tam qiymətlərin cəmini soruşur. Uşaqlar, biz normalda təyin oblastı yazdıqda 0-dan böyük bərabər götürüb yazmalıyıq, düzdürmü? Bizdən isə daxil olmayan soruşursa, kiçikdir 0 yazıb həll etmək lazımdır. Sürətin diskriminantına baxsanız, siz görərsiniz ki, sürətin diskriminantı bizə mənfi verir. Bu ifadə həmişə müsbət ifadədir. X-in yerinə nə yazırsınızsa yazın. Sürətimiz həmişə müsbət ifadədir. Deməli, məxrəcimiz, yəni x kvadrat çıxaq 16 ifadəmiz 0-dan kiçik olmalıdır. X-imiz bərabərdir plus minus 4-ə. -4 və müsbət 4 aralığında qiymətlər olmalıdır. Heç birini də almır. Daxil olmayan ən böyük və ən kiçik tam qiymətlərin cəmini soruşur bizdən. Ən böyük və ən kiçik qiymətlərimiz deməli olur -3 və müsbət 3. Həmin o -3 və müsbət 3-ün də bizdən cəmini soruşur. Cavabımız olur 0. 94-də eyni qaydadadır. 95-ə baxaq. 95-də uşaqlar, onu da deyim ki, bu daxil olmayanla bağlı. Əgər sizin işarəniz böyük bərabərdirsə, sizdən daxil olmayanı soruşursa, işarəniz olur kiçik. Əgər işarəniz tutalım ki, kiçikdir, daxil olmayanı soruşsa olur böyük
bərabər. Yəni xətt burada əksinə gedir. Olmayanda tərsinə yazmaq lazımdır. Bu şəkildədir. Sonra davam edək. Neçənci sualda qalmışdıq? 95-də qalmışdıq, səhv etmirəmsə. 95-də davam edirik. 95-də deyir ki, funksiyasının təyin oblastının mənfi sonsuzluq, müsbət sonsuzluq olması üçün A-nın mümkün tam qiymətlərinin cəmini tapın. Yəni, burada x kvadrat üstə gəl 4A çıxılsın A kvadrat üstə gəl 12 ifadəsinə biz baxmalıyıq. Ümumiyyətlə, təyin oblast dedikdə biz bunu böyük bərabər 0 şəklində yazmalıydıq. Düzdürmü uşaqlar? X kvadratı da onsuz da müsbət ifadə olduğuna görə biz digər ifadəmizə baxırıq. Yəni, 4A çıxılsın A kvadrat plus 12 ifadəsini sıfırdan böyük bərabər götürürük. Mənfiyə vuraq hər tərəfi. A kvadrat çıxaq 4A çıxaq 12 kiçik bərabər 0. Köklərimizi tapsaq 6 və mənfi 2 olduğunu görərik. Cavabımız mənfi 2, 6-dır. Bizdən isə bu aralığa daxil olan x-lərin A-nın mümkün qiymətlərinin cəmini soruşur. Yəni, mənfi 2, mənfi 1, 0, 1, 2, 3, 4, 5 və 6. Burada cəmləsək, uşaqlar, mənfi 2-dən müsbət 2-yə qədər olan hissə islah gedir. 7, deməli 12, 6 da gəlsə, cavabımız olur 18. Keçid alırıq. 96 eyni qaydadadır. 97-ci suala. Bu mənim bölmə üzrə demək olar ki, ən sevdiyim sualdır. 97-ci sual. Çünki həqiqi ədədlərlə də əlaqəli sualdır. Ona görə mən bu sualı xoşlayıram. Deməli, ilk öncə bizdən təyin oblast soruşur. Qaydadan kənara çıxmırıq. Verilmiş ifadəni sıfırdan böyük bərabər götürüb həll edirik. X kvadrat çıxaq 7x üstə gəl 10 kiçik bərabər 0 yazıram. Hər tərəfi mənfiyə vurduq. Köklərimizi tapaq uşaqlar. Köklərimiz isə 5 və 2-dir. Vuranda 10 toplayanda 7 etdi. Aralığımız 2-5 aralığıdır. Deməli, bizim x-imiz 2-5 aralığında bir ədəddir. Və indi keçid alıram bizə verilmiş ifadələrə. X çıx 5 üstə gəl 2 tam onda 1 üstə gəl 2x. Digər modulda isə yazılıb x çıx 2. Gəlin təyin eləyək uşaqlar. Bizim x-imiz 2-5 arası bir rəqəmdir. 3, 4 və s. ola bilər. Oradan 5 çıxanda ifadənin qiyməti olur mənfi. Digərində müsbət olduğuna görə elə müsbət. Bu biri hissədə isə 2-dən böyük ədədlərdir. Yəni 3-dürmü, 4-dürmü? 2 çıxdıqda ifadənin qiyməti olur müsbət. Biz həqiqi ədədlər mövzusundan bilirik ki, əgər modulun başına mənfi yazılıbdırsa, biz orada ifadənin yerini dəyişib açırıq. Yəni, x çıxaq 5-i 5 çıxaq x şəklində açırıq. Müsbət olanları isə olduğu kimi yaza-yaza davam edirik. Çıxaq. Burada da modulumuzun başına müsbət yazmışam. Olduğu kimi açmalıyam. Sadəcə qarşıdakı mənfiyə görə işarə içəridə dəyişir. Müsbət 2 olur. Baxaq görək burada deməli nə baş verir. Uşaqlar, mənfi x və bu 2x. Bu ifadələr bir-birini islah aparır. Üçü birlikdə islah gedirlər. Əlimizdə qalır deməli, bu 2,1 idi, səhv etmirəmsə. 5 2,1-i toplayırıq, 7,1. Bu 2-ni də toplayırıq, 9,1 edir cavabımız. Deməli, oldu 97-ci sualda cavab 9,1. 98 eynisidir. 99-a baxaq. Qiymətlər çoxluğunu soruşur bizdən. Qiymətlər çoxluğunu kiçik y'nin düsturu ilə tapa bilərsiniz. 4a çıxaq b kvadrat bölək 4a həmin ifadə ilə tapırıq. Və kökün altından da mütləq hökmən aldığınız cavabı çıxartmalısınız. Məsələn, kökün altında cavabı tapsanız 4, həmin kökdən cavabı çıxardırsınız, deyirsiniz cavab 2-dir, 2 müsbət sonsuzluqdur. Gəlin indi yazaq 99-da kiçik y'nin düsturuna. 4a 4 vurulsun, 1 vurulsun, 15. Çıxılsın b kvadrat, yəni 1-in kvadratı 1. Məxrəc də 4 vurulsun a, x kvadratının əmsalıdır burada. Məxrəcimiz olur 4. Sürət olur deməli 60 çıxılsın 1, uşaqlar 59. Bu şəkildə 59-u 4-ə bölək. Burada yəqin ki 10 kəsirlə bizim cavabımız alınacaq. Deməli 1, 19-un içində 4 dəfə 16, 14 tam 4-də 3 qalır. Düzdürmü? Bu kökün altındadır. Kökün altında 14 tam 4-də 3-dür. Yaxşı, kök altda 14 tam 4-də 3-dən təqribən nə qədər çıxar desək, uşaqlar, buradan təqribən 3 tam nə qədər bir ədəd çıxar. Tutalım 3 tam onda 1, 3 tam onda 2 fərqi yoxdur. Bizə əsas lazımdır ki, onun tam olsun. Və aralığımız da həmin bu tapdığımız cavabdan müsbət sonsuzluğa şəklində olmalıdır. Funksiyasının qiymətlər çoxluğuna daxil olan ən kiçik tam ədədi soruşur bizdən. 3 tam onda 2-dən sonra gələn ən kiçik ədəd də olacaqdır neçə?
4. Deməli, daxil olan ən kiçik ədədimiz 4 olur. Keçid alırıq 100-cü suala. Bu tipdə də biraz öncə testlərimizin içərisində işlədik. Yenə də baxaq. Buna oxşar bir şəkil görmüşdük orada. Fx funksiyası verilmişdir. F2 çıx 5x kvadrat bərabər 0 tənliyinin neçə müxtəlif həqiqi kökü var? Uşaqlar, siz x oxunun kəsildiyi nöqtələri görürsünüz, düzdürmü? -3 və 2. Deməli, bu mötərizənin içinə də həmişə f-də məsələn, F2, F5, yəni x-in yerinə yazılan qiymət yazılır, düzdürmü? Yəni, burada x-in qiymətidir. Onda biz bu 2 çıx 5x kvadratını bir dəfə gəlin -3-ə bərabər edib həll edək. Bir dəfə də burada verilmiş 2-yə bərabər edib həll edək. Deməli, -5x kvadratını saxlayıram. Müsbət 2-ni sağa atsaq olar -2 və -5. X kvadrat bərabərdir 1. X bərabər plus minus 1. Digər tərəfdən 5x kvadrat bərabərdir 0. X kvadrat bərabər 0. X-imiz isə 0-a bərabərdir. Deməli, bizdən tənliyin neçə müxtəlif həqiqi kökü var soruşur. Müsbət 1, -1 və 0. 3 müxtəlif həqiqi kökü var. 100-cü sualda cavab olur 3. Bizdən sayını soruşurdu. Keçid alaq. 101 eynisidir. Deməli, 102-ci sualda bayaqki qiymətlər çoxluğudur. Yenə də kiçik n-lə tapıb yazmaq lazımdır. Baxaq görək, fərqli nə suallarımız var. 103-də isə deməli fərqli sualdır. Gəlin baxaq. Bənzərini işləmişik. Gəlin bu suala da baxaq. 103. Deməli, bizə belə bir funksiya verib. F 3x çıx 1 bərabərdir 2x plus 7-yə. Biz gərək birinci fx funksiyasını tapaq. Onu da necə tapırıq? 3x çıxaq 1-ə bir dənə t deyirik. 3x bərabərdir. -1-i t-nin yanına keçirdirik. X bərabərdir t plus 1 bölək 3. Və bu şəkildə. Gedirəm funksiyada, baxın burada bu x-in yerində həmin bu t plus 1 bölək 3-ü yazıram. 2 vurulsun. T plus 1 bölək 3 üstə gəl 7. F funksiyasını tapdıq. Bu burada. Keçək Jx funksiyasına. Jx funksiyasında isə 2x çıxaq 3 yazılıb uşaqlar mötərizənin içində. Onu t ilə əvəz etsək, 2x bərabərdir, -3 sağa keçir t plus 3. X də olur t plus 3 bölək 2. J funksiyasında x-in yerinə həmin bu ifadəni yazırıq. 3 vurulsun. 2-də t plus 3. Burada da bir dənə çıxaq 1 var. İndi bizə deyir ki, f j5-i tap. Biz ilk öncə gərək j5-i tapaq. Yəni j funksiyasında baxın burada t-nin yerinə 5 yazmaq lazımdır. 3 vurulsun. 2-də t-nin yerinə 5 yazanda 5 üstə gəl 3, 8 olur. 2 və 8 ixtisar gedir, 4 qalır. 3, 4, 12, 1 çıxıram 11. J5-i 11 tapdım. İndi isə f11 hesablamalıyam uşaqlar. X funksiyası, f funksiyasında, baxın burada, bu qırmızı ilə haşiyəyə aldığımız yerdə t-nin yerinə 11 yazaq. 2 vurulsun, 3-də t-nin yerinə 11 yazıram. 11 üstə gəl 1, üstə gəl 7. Deməli, sürət olur 12, 3-ə bölürük olur 4, 2-yə vururuq. 4-ü üstünə 7 gəlirik. 8, 7 də gəlirik 15. Deməli, 103-cü sualda cavab olur 15. Biraz uzun getdi. Mən də biraz sərgəsiz yazıram. Amma əsas odur ki, cavaba gəldik, çıxdıq. Deməli, 103-də cavabımız oldu 15. 104 də eynisidir. Gəlin 105-ə baxaq. Görək 105-də nədir? İlk öncə mürəkkəb funksiya olduğuna görə uşaqlar bu tipli suallarda t ilə əvəz edirsiniz, funksiyanın özünü tapırsınız. Ondan sonra funksiyanın özünü tapandan sonrası asandır. Sadəcə qiyməti gətirib yerinə yazmaq lazımdır və salam. Yəni elə bir çətin bir şey yoxdur. Onsuz da funksiyanın özünün tapılmasına aid biraz öncə işləmişdik. İndi fərq sadəcə qiyməti yerinə qoymaqda oldu. 105-ə baxaq. -6, 7 aralığında təyin olunmuş fx funksiyası üçün x-in neçə tam qiymətində fx bölək x, bunu yazaq yadımızdan çıxmasın, böyük 0 şərti ödənməlidir. Uşaqlar, ifadənin 0-dan böyük qiymətinin olmağı üçün bizim 2 şərtimiz olmalıdır. Ya hər ikisi həm sürət, həm məxrəc müsbət olmalıdır, ya da hər ikisi eyni anda mənfi olmalıdır ki, bir-birinə cavablarını böləndə 0-dan böyük olsun, müsbət olsun. Gəlin birinci hala baxaq, yəni hər ikisinin müsbət olduğu hala baxaq. Görək, hər ikisi harda müsbət olubdur. Hər ikisinin müsbət olduğu, yəni həm fx-in, həm də x-in müsbət olduğu aralığa baxaq. Görək, hardadır. Bunu istəyirəm burada göstərim sizə, biraz şəkli yaxınlaşdırım.
Deməli, bu aralığımız uşaqlar 5-dən 7-yə qədər olan hissədir. Düzdürmü? 5-7 arasında bu ifadə müsbət qiymətlər alıbdır. Bir də harda müsbət qiymətlər alıb yuxarı hissədə? Baxaq görək. Fx funksiyası baxın burada. -2-yə qədər olan bu hissə ki var. Bu hissədə bir də müsbət qiymətlər alıbdır. Burada da müsbətdirmi? Xeyr, burada azaldığına görə müsbət qiymətlər almayıb uşaqlar. Bunu geri eləyək. Baxın bu şəkildə. Deməli, 5-7 aralığında funksiyamız müsbət qiymətlər alıb. İkinci halda isə hər ikisinin mənfi olduğu aralığa baxırıq. Hər ikisinin mənfi olduğu aralıq isə funksiyanın azaldığı aralıq. Baxın bu hissədədir. -2-dən 0-a qədər olan hissədir ki, həmin hissədə funksiya mənfi qiymətlər alıb. Deməli, -2-dən 0-a qədər olan hissədə mənfi qiymətlər alıb. Burada hansı qiymət ödəyir? -1 qiymət ödəyir. Yuxarıda isə müsbət qiymətlər aldığı aralıq, deməli 5-dən 7-yə qədər olan hissədir. Burada müsbət qiymətlər alır. Həmin qiymətlərimiz də 5, 6 və 7-nin özüdür. 5-də sadəcə bu ifadə 0-a bərabər qiymət alır da, müsbət qiymət almır. Ona görə biz 5-i götürməyəcəyik. Bəs bizdən nəyi soruşur? Həmin bu qiymətlərin x-in neçə tam qiymətində deyir? 6, 7, -1 qiymətində, 3 dənə qiymətində ödəyər. Davam edək uşaqlar. Deməli, 3 qiymətində ödədi. 106-cı suala keçid alırıq. 106-da uyğunluğu müəyyən edin deyir və cavablara baxıram. Burada ən böyük qiymət, ən kiçik qiymət, qiymətlər çoxluğu haqqında danışır. Gəlin, tapaq. Deməli, 106 birinci bənd. Kök altı x plus 3 deyə yazıbdır uşaqlar. Kök x funksiyası əgər 0 olsa, ifadənin ən kiçik qiyməti olar 3. Yəni 1-ə D bəndi uyğundur. Və x burada mütləq kökün altı 0-dan böyük qiymətlər almalıdır. 0 müsbət sonsuzluq C bəndi. İkinciyə baxaq. Kökün altı 0 olsa, funksiyanın ən böyük qiyməti 5 olar. Yəni kök altı ifadə ən minimum onsuz da 0 ola bilər də. İfadənin ən böyük qiyməti 5 A bəndindədir. Və kökün altı, yəni x çıxaq birimiz 0-dan böyük bərabər qiymətlər aldığına görə x böyük bərabərdir 1 olmalıdır. 1 müsbət sonsuzluq Y bəndi. Üçüncüyə baxaq. Burada x çıxaq 3 bir dəfə böyük bərabər 0-dır. X böyük bərabərdir 3. Bir dəfə də 3 çıxaq x-imiz böyük bərabər 0, x kiçik bərabərdir 3-dür. Biz də danışmışdıq ki, əgər belə bir hal alarıqsa, yəni həm 3-dən böyük, həm 3-dən kiçik, onda elə funksiyanın özünün qiyməti 3 olmalıdır. B bəndindəki kimi olmalıdır. 1 DC, 2 AY, 3 isə B. Keçid alaq 107-ci suala. Görək 107-də nə deyir? Deməli, 107. Uşaqlar, İstəyirəm, sadələşdirəm sizin üçün. Təyin oblastı, aha, bəndlərə gəlirəm. 1, 2, 3. Bu kənarda burada dursun. A bəndinə baxıram. X çıxaq 2 üstündə 8-də 1 yazılıbdır. Yəni bu 8-ci dərəcədən x çıxaq 2-dən söhbət gedir. Cüt dərəcə olduğuna görə bu ifadə mütləq ki 0-dan böyük bərabər qiymətlər almalıdır. Yəni 2-dən böyük qiymətlər almalıdır uşaqlar. 2-dən böyük qiymətləri aldığı aralıq isə 2 müsbət sonsuzluq və 2-ni də alır. Kökaltı ifadələrdə bu alır. Bu isə uyğundur A bəndinə. Daha doğrusu ikinciyə. A bəndi 2-yə uyğundur. B bəndinə baxaq. Burada -6-da 1 var. Uşaqlar, mənfi olanda 1 bölək şəklində düşür funksiya. Məxrəcdə olduğuna görə biz burada böyük bərabər yox, sadəcə böyük şərti qoyuruq. Yəni 2-dən müsbət sonsuzluğa 2-ni almır. B bəndi uyğun gəlir birinciyə. C bəndinə baxırıq. Sürətdə olduğuna görə 4x çıxaq 8 böyük bərabər 0, x də böyük bərabər 2 alınır. Yəni ikinciyə uyğundur. 2 həm də C-dir. Sonra D bəndinə baxırıq. D bəndində 3x çıxaq 6 məxrəcdə olduğuna görə 2-ni almır. Yenə də 0-dan böyükdür. 6-nı 3-ə bölürük 2 düşür, ancaq 2-ni almır. D bəndi birinciyə uyğun gəldi. Sonuncu Y bəndinə baxırıq. Burada kökaltı ifadə olduğuna görə 1 bölü 2x ifadəsi 0-dan böyük bərabərdir. Sadəcə x məxrəcdədir deyə x-imiz 0-dan fərqli olmalıdır. 0-dan böyük qiymətlər alacaqdır. Y bəndi də üçüncüyə uyğundur. Deməli 1BD, 2AC, 3 isə Y oldu. 107-ci sual idi bu. Burada bir sualımız da olmalıydı. Bəli, sonuncu sualımız da buradadır. 108. Ətraflıda cəmi bir dənə tapşırığımız var. Sona yaxınlaşırıq. Gəlin sonuncu sualımızı da işləyək. Sualları çalışın özünüzdə təkrar baxıb işləyəsiniz uşaqlar. Dayandırın, özünüzdə yazın. Və 108 sonuncu sual. Baxaq.
Deyir ki, fx arc sinus x, jx isə 2x çıxaq 5 olduqda f j2 funksiyasının qiymətini tapın. İlk öncə içərdən başlamaq lazımdır uşaqlar. J2-dən başlamaq lazımdır. J funksiyasına gedirik. 2x çıxaq 5 ifadəsində x yazmırıq. X-in yerinə həmin 2-ni yazırıq. 2 dəfə 2, 4, 5 çıxırıq -1. Həmin -1 qiyməti də f funksiyasında aparıb yerinə yazırıq. Yəni, arc sinus artıq x yazmıram, x-in yerinə -1 yazıram. Deməli, biz bilirik ki, sinus 1 qiymətini 90 dərəcədə alır, pi bölü 2-də alır. -1 qiymətini isə -90 dərəcədə alır. Cavab deməli bu şəkildə olmalıdır. Variantlarda artıq hansı varsa, ya -90 dərəcə olmalıdır uşaqlar. Doğru cavabdır. Ya da ki, əgər pi ilə verərsə, -pi bölünsün 2 olmalıdır. Artıq hansı varsa, onu da işarə edirsiniz. Hər ikisi də doğru cavabdır. Yəni, ya -90 ya da ki, -pi bölü 2. İkisi də eyni söz deməkdir. Deməli, belə. Bununla da mürəkkəb funksiya başlığının sonuna gəldik, çatdıq. 108 sual idi. Əlimdən gəldiyi qədər sadə yolla izah etməyə çalışdım. Ümid edirəm ki, başa düşərsiniz. Başa düşmədiyiniz nəsə bir şey olarsa soruşa bilərsiniz. Mən əlimdən gəldiyi qədər sizə köməklik etməyə çalışacağım. Növbəti yarımbaşlıq funksiyaların qarşılıqlı vəziyyətidir. İnşallah növbəti videoda da həmin mövzunu, həmin yarımbaşlığı izah etməyə çalışacağım. Sağ olun, salamat qalın.